Sahib Təbrizinin gözəl bir beyti var. Deyir ki, "Fikr şənbə təlx darad cüm'ə ətfal ra, eşrət emruz bi əndişə fərda xoş است." Şənbə fikri eyləyər acı cocuqlar cümləsin. Bu günün eşi sabahın qayğısından xali xoş. Keçmişdə müsəlman ölkələrində istirahət günü cümə günü hesab olunurdu və həmin gün məktəblər, mədrəsələr də bağlı olurdu və cümə günü dərsdən azad olub istirahət edən, oyun oynayan, əylənən körpə məktəb və mədrəsə uşaqlarının, yəni şagirdlərin yadına sabahkı günün şənbə günü oldu. Yəni yenə də dərsə qayıdacaqları, yəni dərs həftəsinin ilk günü olduğu düşdükdə onların cümə nəşəsi də pozulurdu. Qanları qaralırdı ki, sabah yenə dərs başlayır, yazı, pozu, sual, cavab, tapşırıqlar, dərs oxumaq, müəllimə cavab vermək yenə də başlayır. Kaş həmişə cümə günü olardı. Şair deyir, sabah nə olacaq deyə düşünməyin, qəm-qüssə çəkməyin, behudə qayğılanmağın sənin bugünkü gününün ləzzətini, dadını aparır. Məchul olan bir sabah üçün məlum olan bu günü haqqı ilə yaşamaqdan məhrum qalırsan. Ona görə də sabah üçün ürəyimizi behudə yerə sıxmayaq, qəm-qüssəyə qapılmayaq. Bizim üçün bir nemət olan bu günümüzü xoşluqla yaşayaq. Necə deyərlər, dəm bu dəmdir.